Herkese salam, kanalıma xoş gəldiniz. Bugün sizlərlə birlikdə 7-ci sinif dərsliyində keçilən bir mövzunun ətraflı izahına baxacağıq. Bu mövzu Present Future Possibility and Future Prediction mövzusudur. Yəni, indiki, gələcək, ehtimal və proqnozlar. Şagirdlər üçün 7-ci sinif dərsliyində ən çox qarışıq gələn mövzulardan biri də məhz bu mövzudur. İzaha keçmədən öncə qeyd etmək istəyirəm ki, dərslərimizə qoşulmaq üçün yuxarıda qeyd olunan nömrənin WhatsApp-ına yaza bilərsiniz. Might, may və could hər biri indiki və gələcək zamanda baş vermə ehtimalı olan hadisələri göstərmək üçün istifadə olunur. Üç birləşmədən yalnız biri, yəni could, yalnız təsdiq cümlələrdə istifadə olunur. Digər ikisi, yəni might və may, həm təsdiq, həm də inkar cümlələrində istifadə oluna bilər. Lakin hər üç formadan məna cəhətdən eynidir, heç bir fərqi yoxdur. Nümunələrdən də göründüyü kimi, nümunədə həm could, həm might, həm də may yazılıb. Kino ən yaxşı effektlərə görə hətta Oscar-da ala bilər. Gələcəkdə baş verməsi ehtimal olunan bir hadisə qeyd olunub. Bu cəhətdən də could, might və may hər üçü yazıla bilər. İkinci nümunə isə inkarda verilib. İnkarda might not və may not istifadə oluna bilər. Bu, yaşlı insanların xoşuna gəlməyə bilər. Qeyd olunduğu kimi artıq burada inkarda olan bir ehtimal var. Bu zaman sual yaranır. İnkar cümlədə hansı birləşməni istifadə etmədik? Biz inkar cümlədə may not, might not yazsaq da could not yazmadıq. Çünki could yalnız təsdiq cümlələrində istifadə olunur. Bu birləşmələrin ifadə olunduğu cümlələri sual formasına keçirmək üçün do you think, how do you think birləşmələrindən istifadə olunur. Burada may, might və ya da could önə keçmir. Yalnız bu birləşmələrdən istifadə edirəm. Nümunələrdən də göründüyü kimi önə birləşməni yazıb daha sonra isə cümləni verirəm. İkinci cümlədə də eyni şəkildə artıq sual cümləsinin ardıca gələn cümlə təsdiq quruluşunda olur. Will isə həyata keçmə ehtimalı nisbətən daha dəqiq olan hadisələri, proqnozları, eləcə də vədləri göstərmək üçün istifadə olunur. Şansımı əldən verməyəcəyimə söz verirəm. Artıq burada bir vəd var. Bu səbəbdən də burada will-dən istifadə etmişəm. I promise, I agree, I think, I understand, I see, I know kimi birləşmələr gələcəyə aid vədlər və yaxud da proqnozlar verir. Bu tipli cümlələr will-lə istifadə oluna bilər. Bu zaman iki cümləni bir-birinə bağlamaq üçün that-dən istifadə olunur. Nümunəyə baxaq. I promise that I will join next time. Söz verirəm ki, növbəti dəfə sizə qoşulacağam. Burada da bir vəd var. O səbəbdən mən I promise birləşməsini istifadə etmişəm. Definitely mütləq sözü ilə will istifadə olunur. Kino mütləq mükafat qazanacaq. Ən sonda yenidən qruplaşdıraraqdan bir slaydda vermək istəmişəm. Might, may və could. İndiki və gələcək zamana aid ehtimalları bildirmək üçün istifadə olunur. Might not və may notun fərqi isə inkarda olan ehtimalları bildirmək üçün istifadə edilməsidir. Will isə sözləri, gələcəyə aid proqnozları bildirmək üçün istifadə olunur. Videonu bəyəndinizsə bəyənməyi, eləcə də şərh yazmağı unutmayın. Bu tip videoların davam etməsi üçün kanala abunə olmağınız, eləcə də videonu bəyənib şərh yazmağınız kifayətdir.